səhiyyə sahəsində. Məsələn, bu gün də baxdım mən, məsəl üçün Tovuzdan bir uşaq ölümcül ayaqda mindiriblər təcili tibbi yardıma Bakıya aparılması üçün. Yəni uşaq deyir ki, bizim imkanımız yoxdur. Yolda bəs təcili tibbi yardıma zəng ediblər ki, maşını qaytarın geri. Siz icazə almadan. Uşaq ölür. Uşaq önəmli deyil, protokol önəmlidir. Yəni baxın, buradan Səhiyyə Nazirliyinə mən diqqətlərinə çatdırmaq istəyirəm. Sizin bütün nazirlik, qalstukunuz, kreslolarınız, kabinetləriniz, hörmətli müəllim olmağınızın hamısının məqsədi o uşağın həyatda sağlam yaşaması üçündür. Bütün o sizin hoqqalar hamısı, nazirlik, o bir uşağın sağalması üçündür. Sən necə deyə bilərsən ki, aparma uşağı şeyə və buradan o yol polislərinə təşəkkür. Yolun ortasında düşürdüblər xəstəni. Baxın, uşağı yolun ortasında. Uşağın valideynləri məcbur olub yol polisinin maşınına qoyub təzədən qaytarıblar xəstəxanaya. Yol polisinin maşınında. Buradan da o yol polislərinə təşəkkür edirəm. Heç olmasa, yəni baxmayın da sürətlə gəlirlər, sürətlə filan 5 qaytara biliblər. Və yenə də bax nazirliyin o aidiyyatı qurumlar bizim ağlımızla, zəkamızla məzələnir, bəyanat ya. Deyir, valideynlər təzyiq eləyiblər həkimlərə və məcbur eləyiblər ki, aparsınlar, onlar protokolu pozub. Ay, nə danışırsınız? Bunun evladı ölür, nə təzyiq, nə məcbur. Nə qalsın, sən 2 dənə imza olacaq, sən baş həkimin yoxdur, sən tapa bilmirsən, ondan icazə ala bilmirsən, cəmaatın balası ölməlidir. Yəni, bu nazirlik hara baxır ümumiyyətlə? İkinci bir məsələni də qeyd edeyim, bizim bir yaxın dostumuz var. Yaxın dostumuz, yəni illər tanıyırıq. Adam burada tibb universitetini oxuyub, çox savadlı həkimdir. Gedib Rusiyada illərlə magistrını, filanını oxuyub, yəni masterini eləyib və rengen məsələləri üzrədir. Bu işləyir, bu əvvəl Kirov İnstitutu var. İndi elmi tədqiqat filan 5 burada rengen çəkirsən. Bax, bu yana danışıram, niyə? Getmişsiniz də bu icbari tibbi sığortadan görürsən növbələri. Bu adam gündə 50 nəfər, 60 nəfəri yola salıb və orada heç vaxt məsələn gedən adam rengenə düşmək üçün icbari sığorta ilə həmin gün rengeninə düşür, cavabını alır. Yəni demirlər, get bir həftə sonra gələrsən. Bu adam İcbari tibbi sığorta ilə də bəlli bir şey var da, həkimlərin qəbul elədiyi pasiyentlərin sayına uyğun olaraq qonorar ödəyir həm də olaraq. Baş həkim bizim bu dostumuzun dediyinə görə baş həkim bunu dəvət edib ki, bəs Ramin həkim, mən belə baxıram ki, sən gündə xeyli adam qəbul edirsən, xeyli pul qazanırsan, bunun yarısını mənə verəcəksən. Deyib ki, nətər verim, niyə verim sənə? Deyib, belədir, verməyəcəksənsə işləyənməyəcək. Baxın, deyir ya, bu adam bununla bağlı korrupsiya idarəsinə yazıb, polisə yazıb, şikayət. Yəni, bunun əgər gizlədəcək bir şey olsaydı, bu qədər IQ eləməz. Deyib, mən vermirəm sizə, mən əziyyət çəkirəm, rengen eləyirəm, oxumuşam, gəlmişəm, indi pulumu əziyyətimlə qazan, mən sizə niyə verməyəm, onu baxarsan. Gəlib, verməyib, səhərsin baş həkim qərar çıxardıb. Gündə 25 xəstədən artıq qəbul edilməzsən. Bu, niyə az qazanacaqsan, sonra boynu bükəcəksən ki, həkim icazə ver, qəbul edeyim, mən də qazanım. Xəstələr, bu xəstə vecdərinə deyil, işim ki, 100 xəstə yığılacaq. Deyir, fikirləş, deyir, saat 12-dən sonra deyir, əlimi qoyuram, 1-də 2-də qutarır 25 xəstə, əlimi qoyuram, divarlara baxıram, xəstələr də qapının ağzında, buraxmırlar içəri ki, buraxılış yoxdur, vermir. Xəstələr get, sabah gəl. O birisi öncə. Axırda xəstələr yığışıb, qazı, şəhid ailələrəcə gediblər baş həkimə nə oqqa verirsən? Qardaş, biz günlərlə gəlirik, həkim oturub boş otaqda, 6-ya qədər oturur da, 4 saat boş oturur, biz də burada. Sən nə oqqa verirsən? Məcbur olub bərpa edib bunu təzədən. Sonra başlayıb texniki işçilər bunun üstünə salıb, döydürüb bunu. Texniki işçilər nə? Orada süpürgəçiyə kimə? Şikayət yazıblar polisə. Bir var şayi olar sensən. Bir də rəsmi. Şikayət yazıblar. Gətiriblər kompüterlə dinləmə cihazı qoyulub. Bu oğlan görüb ki, bizim dost, görüb ki, başını oynatsınlar. Kamera qoyub otağına ki, gələn gedən çəksin. Kamera. Sən çəkilişə açıq yerə qoyub. Kameranın kartını filan da götürüb. İndi bu adamı çıxartmaq istəyirlər ki, sən burada qanunsuz fəaliyyət göstərsən və adam indi bülteyindədir də, xəstəliklə bağlı bülteyindədir. Çıxarda bilmirlər deyə. Həkim o gün baş həkimdən zəng eləyiblər, Seniz xanım. Gülməlisinə bax. Baş həkimə zəng eləyiblər. Bəs sizin həkim belə şeylər danışır da, bütün mediaya zəng eləyib filan. Belə, o xəstədirsə necə gəlirsin yanımıza? Bülteyini al bax. Bütün məsələ qaldı qıraqda. Bütün məsələ, bax xəstədir axı, yalandan xəstəlik kağızı alıb çıxarda bilmir axı bülteyi. Yəni, sən necə gəl müsahibə verir? Deyir, yaxşı da, indi jurnalist yaxşı da, hə, verdi. Bu nə məsələdir? Bə deyir, xəstə sayını azaltmışsınız, filan eləmişsiniz. Bu qanunidirsə azaltmaq, dönən ki, yaxşı eləmişəm, şeyə görə olma. Deyir, bilirsiniz, o cavan oğlandı, hələ evlənir.
evlənməyib. Bu rengində şualanmadır. Mən onu düşünürəm ki, bu hələ evladı olasıdır, filan olasıdır. Ona görə azaltmışdım mən. Sonra da gördü şeydi, bərpa elədi. Və deyir, səs dinləmə cihazı var. Yox, elə şey zad yoxdur bu. Mənə şər atırlar. Böyükdə adam korrupsiya idarəsində yazıb. Böyükdən atırlar və indi götürüb dünən həmin o dostumuzu məhkəməyə verib. Kim baş həkim? Bilirsiniz nə ilə? Mənə mənəvi zərər vurmusan. Mən həyəcanlanmışam sənin bu şeylərlə. Uşağın özünün dünən beyin MRT-sini çəkirlər. Beyində ocaqlar, kapillər damarların partlaması var. Gərginlikdə. Həm də sən bu vermir məhkəmə. O bunu məhkəmə qabaqdan gəlmişliyə baxın. Özünə arxeynliyə baxın. Adamın da 70-ə yaxın yaşı var baş həkimi. Cavan kadrdır. Gəlib işləyir, xidmət göstərir. Baxın mən qoydum o nə qazanır, qazanmır. Senin xanım. İcbari tibbi sığorta nədir? Yetim üsürün, bizlərin gedib pulsuz nəsə bu həkim də tez eləyir, yola verir, çəkir, göstərir. İstəməzsiniz Sevinç xanım. Yox, xəstə aparmısınız, deyirlər ki, Sevinç xanım, bugün 25 nəfəri qutarıb, gedin sabah bir gün gələrsiniz. Səhər 8-dən gəlin növbədə. Niyə işləyir də? Bu pasiyenti niyə düşünmürsən? Bax, Səhiyyə Nazirliyinə buradan səslənirəm. Qardaş, siz hara baxırsınız? Nə edirsiniz? Nə işlə məşğulsunuz? Aidiyyatı qurumlar məşğul olun da. Ya bəlkə bizim dostumuz səhv danışır. Düzdür, ola bilərdi Sevinç xanım da. Deyə bilər ki, yox. Film kimidir, amma gerçəkdən baş verib bunlar. Ya verib görüntülər var, ərizələr var, şikayətlər var. Adam deyir ki, 25 o nə demiş? Fikirləşin siz indi burada mən baxıram da danışırsınız, eləyirsiniz, evdən canlı verirsiniz filan, qonorar hesablanır filan eləyilir. Bəzi dostlar da deyir, sən bütün günü gəzməklərdədir. İndi məsələn fikirləşin birdən burada baş redaktorsiz çalışırsınız, siz aylıq çox maaş alırsınız. Anormallıqdır da əslində. Gətirin yarısını mənə. Ya bu heç bir qaydaya, qanuna, feodal təfəkkürünə, heç bir təfəkkürə sığmır. Deyir qardaş, niyə də bax, niyə verməliyəm? Yəni bax bu özəl müəssisə deyil, bu dövlətin yazdığı bonusdur. Biri var, heç bir qanun. Bir adamdan da mən oxudum, dostumuz paylaşanda şərhlərinə baxdım. Altından bir adam da yazmayıb ki, bu rüşvətxordur. Hamısı yazıb ki, mən getmişdim, çox mədəni həkimdir, bizi yaxşı yola saldı, çox diqqətçildir. Bir adam bir negativ şərh yazmıyor. Niyə eləyirsiniz belə bax? Qoy işləsin də. Sonra deyirlər niyə yaxşı savadlı kadrlar gedirlər, xaricə gedirlər, indi adam qalıb küçələrdə, indi məhkəmələrdə həkim, orada da rengində gedin görün növbə bilmə. Nə qədər adama halbuki fayda verə bilərdi. Bəs budur da, bax budur da, məqsəd nədir? Mənə niyə pul vermirsən? Mən burada kim hara təyin olunur, elə bilir ki, oranın ağıdır, xanıdır. Qardaş, sən işçisən, sabah çıxardacaqsan, başqası gələcək. Həkim gedib ömrünü qoyub o Rusiyanın çöllərində 2-3 il orada qarın içində oxuyub gəlib ki, burada sənə pul qazandırsın.